Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində oxumaq istəyən 4-cü sinif şagirdləri, gözünüz məndə olsun. Bilirsiniz ki, artıq ərizə təsdiqi yekunlaşıb. Yaxın bir neçə gündə sizin imtahana buraxılış vərəqəniz çıxacaq. Əgər bayramı ərəflərinə düşsə, imtahana 5-7 gün qalmış çıxacaq və imtahan 5 apreldədir. Ümid edirəm ki, yaxşı hazırlaşırsınız. Çünki rəqibləriniz güclü hazırlaşır və siz də yaxşı hazırlaşırsınız. Əgər yaxşı hazırlaşırsınızsa, nəticəniz də əla olacaq. Digər bir məsələ, əgər hansısa uşağın vəsiqəsi şəkilsizdirsə, şəkil yoxdursa, elə günü sabahdan məktəbdən şəkilli arayış alırsınız. Necə olacaq? Deməli, şəkiliniz arayışda olacaq və faktiki olaraq hansı məktəbdə oxuyursa, o məktəb qeyd olunacaq ki, verilir filan doğrudan da filan məktəbin 4C sinifində oxuyur. Arayış Dövlət İmtahan Mərkəzinə təqdim etmək üçün verilir. Bu kimlərə aiddir? Vəsiqəsində şəkil olmayan abituriyentlərə, şəkil olanlara aid deyil. Siz heç bir şey eləmirsiniz. Yer gəlmişəm, Dövlət Sərhəd Xidmətinə qəbul olmaq istəyən abituriyentlər üçün, şagirdlər üçün martın 28-də son sınavımız keçiriləcək. Deyirlər, son sınaq nəsə bərəkətli olur. Son sınavda iştirak edə bilərsiniz. Eləcə də növbəti il, gələn il üçün, yəni indi hazırda 3-cü sinifdə, 2-ci sinifdə oxuyan şagirdlər Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil almaq istəyirlərsə, bizim dərslərimizə indidən yazıla bilərlər. Hər bir şagirdə uğur arzulayıram. Əlaqə üçün nömrəm 051 346 14 38.